Vay kardeş, bu evin giriş hissəsidir. Almatur hamısı zavoddur. Birinci mərtəbə var, betondur qardaş, görsən. Birinci mərtəbə 20 sm qalınlığında betondur. Bu evin birinci mərtəbəsidir qardaş. Sağ tərəfdə belə bir yer qoyulubdur. Buranı istəsən böyük hamam tualet də eləyə bilərsən, qardırob da eləyə bilərsən, saxlanıc da eləyə bilərsən. Üstü betondur. Belə bir şeydir. Bu birinci mərtəbədir. Bura hamam tualetdir qardaş. İçərisi sıvaq olunubdur. İçərisi sıvaq olunub. Daş. Bura qonaq otağıdır qardaş. 42 kvadrat metrdir. Bura qonaq otağıdır. İstəsən qonaq otağı, mətbəx bir yerdə eləyə bilərsən. Yəni oranı mətbəx də eləyə bilərsən. İstəsən eləməyə də bilərsən. Burada da bir 12 kvadratlıq bir dənə otağım var birinci mərtəbədə. Görsən, pəncərələrin üstü qardaş hamısı 20 santlıq betonlardır. Pəncərə üstü, qapı üstü, kalon hamısı qoyulub. Görsən, qapının üstündə, bax. Görür. Qapının üstü hamısı və görsən betondur qardaş. 9 bal zəlzələ bunun yanında qələt. Görsən kalonlar qoyulub. Pəncərə üstü betondur hamısı. Yəni geydirmə işi yoxdur burada qardaş. Görsən pəncərə oradan. Rig yerinə kimi. Patolog da beton. İkinci mərtəbədə betondur. Yəni burada da pəncərənin üstü hamısı qardaş betondur. Və ikinci mərtəbəyə çıxışdır qardaş. Və bu da ikinci mərtəbə. Divarlar hamısı da mil düzdür. Yəni buranın sənətkarlar işləyib. Və ikinci mərtəbədə betondur qardaş. İkinci mərtəbədə və birinci sol tərəfdə və 12 kvadratlıq bir dənə yataq otağıdır. Görürsən, atmaların qalınlığını qardaş. 10-12 kvadratlıq bir dənə otaqdır. Yenə hamam tualetdir qardaş, sıvaq olunub. Sağ tərəfdə yenə bir dənə yataq otağıdır. 15 kvadratda hardasa kəmərinə kimi hamısı. Bir dənə də böyük yataq otağıdır burada, arası 20 kvadrat, 18-20 kvadrata yaxındır. Buradan balkonu da var. Burada balkona çıxışdır qardaş. Burada balkon. Buradan da sənin üçün dəniz mənzərəsi, panorama. Belə. Sonra daşı bir dənə də burada yataq otağıdır. Hardasa 14-15 kvadratda buradır. Buradan da həyətə baxır.